Çin sərhəd dair çox maraqlı şeylər danışırlar. Məsəl üçün, indiki texnologiyalarla hər bir sərhədi biz tikə bilərik. Bir də o vaxtı sertifikatın xəstəsiz texnoloji sərhədi, o uzunluğunda, o hündürlüyündə. Bu mümkündür. Körəndə də var, bir sirrətli. Biz hərdən qədim insanları çox primitiv qəbul edirik ki, bunlar o dövrdə yaşayır. Məsələn üçün, Türkiyədə Göbəkli-Təpə abidəsi var. Dünyanın ən qədim məbədi sayılır. Məsələn, əvvəllər belə bir nəzəriyyə var idi ki, əvvəl şəhərlər yarandı, sonra məbədlər, monumental məbədlər. Göbəkli-Təpə hər şeyi dəyişdi. Bu nədən ibarətdir? Bax, bu günəcən alimlər ona cavab tapa bilmir. Mezolit dövrün, yəni eradan əvvəl 9-cu minilliyə aiddir. Mezolit dövrünə düşürdü. Mezolit dövründə, anda ki, onda hələ təkər yox idi. Araba nəqliyyat vasitəsi yox idi. Bunlar karxanadan 20 ton, 30 ton, hətta 50 ton ağırlığında daşı karxanada necə kəsirlər və necə o məbəd sahəsinə gətiriblər. 100 kilometrə uzaq. İndi bizim şartla neçə ton tutur? 10 ton tutur da 10 ton yük götürür. Qoy, ən güclü yükü maşınlarımız nə qədər tuturlar? Biz bu insanlar hələ o texnikanın olmadığı o dövrdə bunu məcbur gətirirlər. İkincisi, heykəllər, orada stelolar var. Ən qədim heykəllər. Niyə biz deyirik ki, Türklərdə bu adətdə bütpərəstlik, bütə sitayiş qədim. Bu yenə Anadoludan çıxdı. Bir qəribə sizə əhvalatı danışım. Bəlkə də o dinləyicilər üçün maraqlı olmaz, amma çox ənənə burada diqqəti cəlb edir. O Klaski həmin abidəni açdı. O görürdü ki, Türklər, o günkü Türklər gətirib qoyun kəsirlər, qurban kəsirlər həmin ərazidə. Ərazidə bir, belə deyim, təbiət o qədər də zəngin deyil. Bunlar nə gətirirlər burada, qurban kəsirlər? Qeyd edir ki, mən sual verirdim ki, niyə siz burada nəzir verirsiniz, qurban kəsirsiniz? Deyir, babalarımız gəlib burada həmişə qurban kəsir, dua edir. Biz də bunu davam elətdiririk. Əvvəl düşünülürdü ki, bu Bizans dövrü abidəsidir. Qazlılar dünyanın ən qədim məbədi çıxdı. O bütpərəst məbədi. Və görürsünüzmü, hələ də bu sual qalır. Bunlar nə cür ucaldırlar bu Bu suallara əslində tarix yeni cavab verə bilmir. Yox, tədricən siz arxeologiya elmi bu günləri təkcə tarix elmi deyil də multidisiplinarlar tədqiqatların qovşağında olan elmlərin inteqrasiyasını tələb edən elm sahəsidir. Yəni biz 19-cu əsrin, 20-ci əsrin birinci yarısındakı arxeologiya ilə bugünkü arxeologiyanı fərqləndirməliyik. Bugünkü arxeologiyada təbiət elmlərinin nümayəndələri, dəqiq elmlərin nümayəndələri o iştirak edir. Məsələn, təsəvvür edin ki, ən dəqiq elmlərin nümayəndələri bu qazıntılarda iştirak edəməsəydilər, o asteroidin düşməsi haqqında həmin abidədə informasiya var. Onu dəqiq elmlərin nümayəndə Edinburgh Universitetinin nümayəndələri, astronomiya ilə məşğul olanlar müəyyənləşdirdilər ki, belə bir hadisə olmalı. Buna görə də, əlbəttə, tədricən bunun sirri açılır.
en azından mexanika kanunları var idi. Bu insanlar empirik biliklərə sahib idilər. Texnologiyalar yox idi. Amma empirik biliklər mövcud idi. İndi buna cavab tapmaq lazımdır ki, təcrübi biliklərin hansı imkanları var idi ki, bunlar kərxanada birincisi bu ağırlıqda daşı kəsə bilirdilər, ikincisi çıxarıb gətirə bilirdilər və üçüncüsü sosial baxımdan. Mezolit dövründə biz deyirik ki, kollektiv cəmisi 100 nəfər, 200 nəfər idi. Bu işi görmək üçün ən azından bir 500 min nəfər adam lazım idi.